Vətənimizin paytaxtı olan Bakı şəhərində bu vaxta kimi minlərlə bədii film lenti alınıb. Amma bu dəfə öz yerli filmlərimizdən deyil, Bakıda çəkilən xarici və Sovet dövrünün ən məşhur filmlərindən danışmaq istəyirik. Bu barədə söhbətə başlamazdan əvvəl videonu bəyənib kanalıma abunə olsaz, sizə minnətdar olaram. İndi isə qaldığımız yerdən davam edirik. Bir sıra səhnələri Azərbaycanda çəkilən xarici filmlərə xeyli nümunələr göstərmək olar. Məsələn, Sovetlərin ən məşhur ekran əsərlərindən biri olan Sonuncu Qarış filmindən James Bonda qədər məşhur filmlərin bir sıra fraqmentləri məhz Bakıda lentə alınıb. Maraqlıdır ki, Bakı şəhəri bu filmlərdə İstanbul, Tehran, Tunis, hətta Buenos Aires kimi təsvir olunub. Sözü çox uzatmadan keçək xarici rejissorların Bakıda lentə aldıqları filmlərə. Sonuncu Qarış 1958-ci ildə lentə alınan Sonuncu Qarış filminin əksər səhnələri Azərbaycanda, daha dəqiq Bakı şəhərində çəkilib. Filmdə məkan olaraq Xəzər dənizinin sahillərindən, əsasən də Buzovna kəndindəki qayalıqlardan istifadə olunub. Filmin bəzi səhnələri isə İçəri şəhərdə lentə alınıb. Обстоятельства вынуждают. Не хочу расставаться с ним. Даже на время не хочу. Ну, а если он все-таки передумает? Bakı bu filmdə Afrikanın şimalı kimi təsvir olunub. Onu da qeyd edək ki, Teodor Vulfoviç və Nikita Kurixinin rejissoru olduğu bu ekran əsərində bir çox Azərbaycanlı aktyorlar da rol alıblar. Amfibiya Adam 1961-ci ildə çəkilmiş Amfibiya Adam filminin bir çox səhnələri məhz Bakıda, əsasən də Xəzər dənizinin sahillərində lentə alınıb. Bakılılar bu filmin çəkiliş prosesini çox yaxşı xatırlayırlar. Gennadi Kazanski və Vladimir Çebataryovun rejissoru olduğu film məhz bu səbəbdən Azərbaycan tamaşaçısına daha da doğma gəlir. Qeyd edək ki, fantastik janrda çəkilən bu Sovet filmi 1962-ci ildə İtaliyanın Trieste şəhərində keçirilən Fantastik Film Beynəlxalq Kino Festivalında Gümüş Yelkən mükafatına layiq görülüb. Aybalit 66 Azərbaycanda lentə alınan qeyri-adi filmlərdən biri də 1966-cı il istehsalı olan Aybalit 66-dır. Roland Bukovun rejissorluğu ilə çəkilən bu filmin bir sıra fraqmentləri Astara rayonunda, qismən də Bakı şəhərində lentə alınıb. Так мы лучше тут. Болваны! Он же думает, что мы сейчас на него нападем, а мы его перехитрим. И пойдем в обход. Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sahilləri filmdə Afrika ərazisi kimi təsvir olunub. Brilliant Əl Bakıda çəkilən məşhur filmlərdən biri də Brilliant Əldir. Leonid Qaydayın rejissoru olduğu ekran işində Bakı İstanbul kimi təsvir olunub. Yeri gəlmişkən, İçəri şəhərdə çəkiliş zamanı qədim Bakının görməli yerlərindən Qala divarları, Qız qalası, Cümə məscidi, Şirvanşahlar sarayı da kadrlara düşüb. Черт побери! Черт побери! Черт побери! Черт побери! Накат не бьет тихо! Руссо. Михаил Светлов. Да. Сичикова. Черт побери! Черт побери! Filmin baş qəhrəmanının yıxılan zaman dediyi lənət şeytana ifadəsi sonradan daha da məşhurlaşdı. Həmin yeri günü bu gündə İçəri şəhərdən ötüb keçənlər çort paperi ifadəsi ilə xatırlayırlar. Mənim yaxşı atam 1970-ci ildə ekranlaşdırılan Mənim yaxşı atam filminin əksər fraqmentləri də Bakı şəhərində lentə alınıb. Гитлер сидит во дворце. Как там его убьешь? А потом папа как? Начал с автомата строчить. Ра-та-та-та-та-та-та. Он вот так стоял и стрелял. Как стрелял? İqor Usovun rejissoru olduğu bu filmdə baş qəhrəmanın Bakıdakı qayğısız uşaqlığından, onun mehriban ailəsindən və cəhbəyə yollanmış atasından bəhs edilir. Bütün bunlar tamaşaçıya 7 yaşlı Petyanın dilindən çatdırılır. Tehran 43 1980-ci il istehsalı olan Tehran 43 filminin müəyyən kadrlarının Bakıda çəkilməsi o dövrün tarixi şəraiti ilə əlaqəli olub.
Belə ki, bu kadrlar əslində Tehranda çəkilməli idi. Amma həmin ərəfələrdə İran müharibə şəraitində olduğundan çəkilişlər Bakıda baş tutur. İkinci Dünya müharibəsi dövründə baş verən hadisələrdən bəhs edən filmdə dünya ulduzu Alain Delon da iştirak edirdi və bu film uzun illər ən baxımlı detektiv filmlər sırasında olub. Filmin kadrlarında Qız Qalası, Qəni Məmmədovun evi, Muğam klubu və Cümə məscidinə də rast gəlmək olar. Dünya kifayət deyil. Amerika Birləşmiş Ştatları istehsalı olan və 1999-cu ildə lentə alınan Dünya kifayət deyil filminin bir sıra fraqmentləri də Bakıda ekranlaşdırılıb. Qeyd edək ki, James Bondun məşhur sərgüzəştləri seriyasından olan bu filmin çəkilişləri Neft Daşları və Pirallahı adasında aparılıb. Əlavə olaraq onu da qeyd edək ki, bu Azərbaycan ərazisində lentə alınmış ən bahalı filmdir. Belə ki, filmin çəkiliş prosesinə nə az nə çox, düz 135 milyon dollar vəsait sərf olunub. Biz sadəcə Bakıda lentə alınan xarici filmlərin bir neçəsini nümunə göstərdik. Belə filmlərin sayı isə daha çoxdur. Ümid edirəm Bakıda lentə alınan xarici filmlər haqqında hazırladığım bu video araşdırma xoşunuza gəldi. Əgər belə araşdırmaları davamlı şəkildə hazırlamağımı istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Sona qədər izlədiyinizə görə minnətdaram.